Salam, hər vaxtınız xeyir olsun. Deməli, mən bugün sizlərə xətti bərabərsizliklərin həllərini başa salacağam. Deməli, ilk növbədə birinci sualımızı görürük ki, biz deyirik ki, xətti bərabərsizlikləri həll edərkən tənlikləri necə həll ediriksə o qayda ilə gedirik. Bizim ixtiyarımız yoxdur ki, oradakı verilən bu işarəni dəyişək. Heç bir zaman o işarəni dəyişmirik. Lakin istisna hal olaraq, əgər ki, mənfiyə bölərəksə, məsələn, -4x böyükdür 16. X-in əmsalı mənfidirsə, böldükdə hər tərəfi biz 4-də işarəmizi dəyişə bilərik. Normal halda biz testi işlədikdə işarəni dəyişmirik, olduğu kimi hesablayırıq. İndi gəlirik nəyə? Deyirik ki, burada biz testi işləyərkən x-ların hər birini, yəni dəyişənləri sol tərəfə keçiririk, ədədləri sağ tərəfə keçiririk. Və bunun üçün də yazırıq ki, 6x 2x-in müsbətdirsə, bu digər tərəfə keçəndə -2x olur. İşarə olduğu kimi 4 müsbətdirsə, sağa keçirəndə mənfi olur. Yəni 20 çıxaq 4 olur. Daha sonra 6x-dən 2x çıxanda 4x, kiçikdir 20-dən 4 çıxanda 16 və x kiçikdir 4-dən. Bu mənim x, yəni mənim x ədədim elə bir ədəddir ki, 4-dən kiçik ədədlərdir. Və mən bunun yerinə yazıram ki, aralıq olaraq mənfi sonsuzluqdan 4-də və mötərizə mənim açıq mötərizədir. Yəni ki, əgər x-in altında belə bir işarə olsaydı, bu zaman mən mənfi sonsuzluqdan 4-ü qapalı mötərizə, yəni 4-ü də alacaqdı. Amma bu halda 4-ü almır. Və deyirik ki, bu zaman, məsələn, elə şagirdlər var ki, mənfi sonsuzluq, müsbət sonsuzluq olduğunu başa düşmür. Əgər ki, bizim indi cavabımız bu oldu. İndi mən buranı silirəm. Əgər bizim cavabımız olsaydı ki, bu şəkildə x böyükdür 0 yazıram. Yəni, x əgər böyük olarsa, yəni x-in mənim cavabım böyük formada yazılarsa, bu zaman x-i müsbət sonsuzluq kimi yazırsan. Yəni 0-dan burada verilən ədəddən müsbət sonsuzluğa. Yadınıza saxlayın ki, bu heç vaxt müsbət sonsuzluq sol tərəfdə gəlmir. Həmişə sağ tərəfdə gəlir. Əgər x kiçikdir 0 olarsa, bu zaman kiçikdir də mənfi sonsuzluqdan 0-a yazırıq. Və mənfi sonsuzluqda həmişə sol tərəfdə gəlir, sağ tərəfdə gələ bilməz. İndi ola bilər ki, belə bir şey var ki, burada digər ikinci sualımız var. İkinci sualı həll edərkən isə deyirik ki, biz mötərizə varsa mötərizəni vurub açırıq. Mötərizəni vurub açsaq 6x çıxaq 3 böyük bərabərdir 4x plus 5-dən. Mən indi yenə deyirəm ki, 4x-i keçirdirəm bu tərəfə, -3-ü keçirdirəm bu tərəfə. 4x-i müsbətdirsə keçəndə mənfi kimi keçir. İşarə olduğu kimi qalır. -3 digər tərəfə müsbət kimi keçir və toplanırlar. Buradan çıxsam 2x böyük bərabərdir 8. Hər tərəfi 2-yə bölsəm 4. Görürəm burada bayaqki dediyimiz kimi. Görürəm x-in müsbətdir. Bax, görürsən 4-dən böyükdür. Əgər işarəm 4-ə tərəf durursa, bu zaman mən belə yazıram. 4-ü alır. Görürsünüz, altında xətt var və müsbət sonsuzluğa yazırıq. Yəni, x-im 4-ü almaqla 4-dən böyük qiymətlər 5, 6, 7, 8, 9 bu şəkildə qiymətlər almış olur. Deməli, indi digər bir sual da sizlər üçün mən əlavə yazıram bura. Bir dənə indi gözləyək. Əlavə sual dedikdə, yəni yenə xətti bərabərsizliyə aiddir. Növbəti izahlarımız da artıq kəsir bərabərsizliklərə aiddir, rasional bərabərsizliklərə aid olacaq. Məsələn, bura yazıram ki, 5x çıxaq 2 vurulsun. Mötərizədə x plus 3 böyükdür 3x çıxaq 4. Bu zaman yenə birinci mötərizəni vurub açıram. Qarşıda mənfi olduğuna görə mötərizənin içi mənfi olur. Bax, buna diqqət yetirin. Mənfi 2-ni müsbət cavabında -6. Yenə olduğu kimi yazdım. Bunu hesablasaq 3x çıxaq 6. Burada mənfi yazaq ki, işarəmiz qəşəng düz olsun. Bunu mən bu tərəfə keçsəm, bu işarə dəyişir, 6x olur. Və bunu bu tərəfə keçsəm 2 olur. Müsbət 6 ilə -4. X də böyük bərabərdir 3-də 1. Yəni, cavabım olur 3-də 1-dən müsbət sonsuzluğa. Bu tip sualların həlləridir. İnşallah ki, başa düşdünüz. Nəyi başa düşməsəz, rəy bölmələrində yaza bilərsiniz.